Aygün, bacım da oxuyanda dedi, yo Vasif, mənim nə oxumaq? Belə, yo, dedi ki, niyə səsi yoxdur? Deyirəm, var, mən də bacım, var, oxuyuram mən də. Gəl bura qızım, gəl. Gəlmişəm, qızım, nə mahnı oxuyursan? İndi Aygündə deyəm qıraqda. Deyirəm ki, Aygün Kazımovanın mahnısı var ha, sənsiz bir günüm olmaz. Ben bu mahnını bilirəm, mən nə bilim. O da piyanoda rəhmətliyi müşahidə elədi, mən də oxuyuram onun üçün. Dedi Aygünə ki, Aygün, sən bu qızın üstündə işləsən var ha, o səndən də gözəl oxuyacaq. Səsində məlahət var. Yəni, məndə qışqırıq yoxdur, zilim var ya, məlahətli zilə qalxıram da, başa düşdünüz necə, yumuşaq. Dedi, yo, Vasif, mən qoyaram bəyəm, mən oxusma, qoymaram ki. Zarafat, yəni ki, həqiqətən də özü də bilirdi ki, mən üzərimdə işləsəm və yaxud özü də dəfələrlə məni çağırdı ki, gəl, muğam öyrədim sənə, gəl, mahnılar, zatlar, yəni məşqlər eləyək. Dedim, yox, istəmirəm. Sən canını qoydun, kim qədri bildi? Nələr danışırdılar onun üçün sağlığında. İnanın, o xəstə canı ilə elə bilirdiniz ki, xoşuna gəlir. O, hamını girib oxuyurdu, hər kəsi. O qədər negativ sözlər yazırdılar insanlar, o qədər. Onun giyiminə, onun danışığına hamısı lağı qoyurdu. İndi isə dünyasını dəyişib, həmin insanlar elə gözəl sözlər bizdən getdi deyir. Sən oxuma, Aygünümüzün mahnısıdır. Aygünümüzü incitmə.